Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya çay yükü aparan vaqon Cənub Astara Gömrük postunun Astara Dəmir Yolu Gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı vaqonda olan çay yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 qram marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.